Bismillahirrahmanirrahim. Artıq mübarək Ramazan ayı daxil olubdur. Bu ay Allaha məxsus olan bir aydır. Hər kim bu ayda oruç tutsa, Allaha qonaq olacaqdır. Hər bir şeyin baharı olduğu kimi, Quran-ı Kərimin də baharı mübarək Ramazan ayıdır. Həzrəti İmam Baqir əleyhissalam bu barədə belə buyurur: "Likulli şeyin rabi və rabiul Quran şəhrur Ramadan." Hər bir şeyin baharı vardır. Quran-ı Kərimin də baharı mübarək Ramazan ayıdır. Hədisin şərhinə diqqət edəndə, Quran-ı Kərim Ramazan ayında nazil olduğu üçün bu aya Quranın baharı deyilir. Mübarək Ramazan ayını digər aylardan fərqləndirən bir cəhət də budur ki, Quran-ı Kərim bu ayda Allah tərəfindən Həzrət Peyğəmbərə nazil olmuşdur. Allah'a and verirəm öz böyüklüyünə, bizləri Quran-ı Kərimin baharını dərk edənlərdən qərar versin.